Huzeyfənin rəvayətində gəlib ki, yəni fitnələrdən danışıb. Biz Huzeyfə radiyallahu anhu fitnələri ən yaxşı bilən sahabə olub. Fitnə hədislərini. Çünki həmişə nə haqqında soruşub? Şər haqqında soruşub. Deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm sahabələrin əksəriyyəti xeyir haqqında soruşur. Amma mən şər haqqında soruşurdum ki, məxafətən ən əqa. Deyir ki, qorxurdum ki, ora düşməyim. Yəni fitnəyə düşməyim. Ona görə fitnələri ən yaxşı bilən olub. Və sonra nə deyir? Huzeyfə radiyallahu anhum, Peyğəmbər sallallahu aleyhi və səlləm o hədisi var, hansı ki, deyir ki, əgər kimin salamat qəlbi olacaqsa, yəni fəsad olan qəlbdən və yəni sonra salamat qəlbdən danışır Allah Rasulü sallallahu aleyhi və səlləm fitnələrdən sonra deyir, deməli, deyir, dalğalar kimi fitnələr ərz olunacaq qəlblərə. Eyyumə qalbin uşribəhə nukitə fi qalbihi nuktətən səudə. Hansı qəlbi oradan içəcəksə, onun qəlbinə qara nöqtə düşəcək. Və sonra nə deyir? Hansı qəlb inkar edəcəksə, qəlbinə ağ nöqtə düşəcək. Hətta deyir, ağappaq olacaq qəlbi. Yəni, təmiz olacaq, safi olacaq. Deyir ki, Huzeyfə radiyallahu anh ki, bu qəlb var ha. Bu safi olan ağ qəlb. Deyir, bu qəlbli insanlarla 100 fitnəyə qarşı çıxaram mən. 100 fitnəyə qarşı çıxaram. Nəyə görə? Nəyə görə deyirdi? Yəni, bu... Bismillah. Ona görə deyir ki, baxırsan, insan görsən, hətta elm də var, amma görsən, fitnəyə düşdü. Amma insan var, elmi yoxdur, illərlə fitnə üzərində sabitdir. Yəni, heç bir fitnə onu əyməyib. Əylənlər münafiqlərin misalındadır. Allah bizi qorusun. Yəni. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem onları təzə puçurlayan yarpaqlara bənzədib. Külək hansı istəsə tərəfə əyər hədisdə. Amma sərt insanı yəni şam ağacına bənzədib. Yəni şam ağacı kimi ağaca, hansı ki, deyir, o deyir, yaş halında quru kimidir. Deyir, bir külək gələndə onu sındırır. Amma mömin deyir, elə deyil, deyir. Nə çox əsməz, nə də deyir, bir dəfəyə sınmaz. Orta yolda olar, yəni. Yəni, bu möminin misalıdır. Necə qəlb təmiz olanda, necə ki, Huzeyfənin hədisində deyir ki, eyyumə qalbin ənkərəhə, hansı ki, qəlbin deyir, onun kütəfi qalbi nöqtətən beyda, deyir ki, onun qəlbinə ağ nöqtə düşəcək və bu ağ nöqtə düşən qəlblər, ağappaq qəlblər, salamat qəlblər. Və bunlarla 100 fitnəyə qarşı çıxaram. Nəyə görə? Çünki o qəlb təmizdir. Məsələn, yəni qəlb təmiz olanda Allah qoruyur onu. Azmaqdan qoruyur. Baxırsan, belə o qədər savadı yox, yəni elmi yox, yəni hətta yəni məsələləri ayırt etsin, lakin Allah azə və cəl sabit saxlayır. Nəyə görə? Çünki qəlb salamatdır.